Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizləri Qardaşlar restoranına çatmamış düz Peçat kafenin yaxınlığında gözəl bir dənə həyət evi ilə tanış edəcəm. Təcili satılır evimiz. Dostlar, mən sizlərə villa təqdimatı aparmıram. 95 minə ev təqdimatı aparıram ki, şəxsi tikili, kişi öz əlləri ilə daşlarını, kubiklərini, orta periqorskalarına qədər hamısı qoşa daşla tikilmiş, 6 sot yarımın içində olan gözəl bir dənə malikanədir. Yəni mənim üçün bir villadır dostlar. Məhlə işıqlı məhlədir. Tam gecə səhərə qədər süt kimi işığı yanır. Wi-Fi, internet, qaz, işıq, bütün kommunallar var. Su artizan suyu şəxsi özünündür. Su bakı var, evin önündə görsənir. Hər şey var. Garajı var, su bakı var, 2 dənə yerdə bağı var. Evin 3 dənə zalı var, 2 dənə yataq otağı var, mətbəxi var. Da nə desəm var da. Yox, 3 dənə yataq otağı var, 3 dənə də zalı var. 3 dənə ailə yaşayır da burada. Gəlin bura. Hər birinə bir zal, bir yataq otağı, bir zal, bir yataq otağı, bir zal, bir yataq otağı oğullarınıza verin də, balalarınıza verin, getsin yaşasın. Sayğazlar burada. Bir dənə kişinin əziyyətinə baxın. Gülünə, çiçəyinə qədər hamısı roza. Roza. Gəl bura. Ol roza. Dostlar, həqiqətən mükəmməl bir evdir. Allah olmayanlara nəsib eləsin. Kişi əl yandımla satmır. Xeyir işinə satır inşallah. Bax, onu da deyirəm biləsiniz. Real satan adamdır. Real alır. Gəlin bura. Evin, bax, belə bir girişdə də qaraj hissəsi var. Burada maşın girir. Həyət buradan başlamır. Həyət başqadır. Evin həyatını ayrı eləyibdir. Burada kombimiz, radiatorumuz var. Zəhmət olmasa Ayşə xanım göstərək inşallah. Bu arada Ayşə xanım da deyir, mən də çəkində salam verim deyir izləyicilərimiz. İzləyicilərimiz salam verirəm. Həqiqətən möhtəşəm bir evdir. İstəyirəm Rövşən bəy, izləyicilərimizi intizarda qoymayaq, davam eləyək təqdimata. İnşallah. Burada oturmağa, durmağa bax, görürsünüz. Qəşəng yerləri var. Arpamız, buğdamız, nəyimiz yoxdur. Gəlin birinci kiçik həyətdən başlayacağım. Ən birinci həyətin kiçiyindən başlayacağım dostlar. Gəlin bura. Bura bizim kiçik həyətimiz. Evin ön tərəfindən ayrılmış kiçik bir həyətdir. Palmamıza qədər dostlar. Mövcuddur. Bunun məndə yekəsi var həyətimdə. Belə bir palmamız var. Burada şambomuz mövcuddur. Pişiklərimizə bax, nar ağacı zadı necə qəşəkdilər, necə qəşəkdilər. Allah Allah, bir dənə dayanıb dəqiqəysiniz. Baxın dostlar. Vay, pisi. Qəşəng həyəti bacası var. Bax, bura addelini bu kiçik həyətdir. Bu elə belə. Bu siz necə bir həyətdir. Uşaqları burada bura özləri üçün dağıtsınlar, qarsınlar, dağıtsınlar, çırpsınlar. Bax, belə bir həyəti burada. Bir üstə gəlin bura. Evin həyət bazasını göstərəndən sonra daxil olacağım evin içinə dostlar. Gəlin bura. Ən birinci həyətlə tanış olaq. Evin hər yerini sizə göstərəcəm. Əlvanını gördüyüm, bütünlükasını gördüyüm, hamısını gördük. Bax, burada pilləkən altı dostlar. Bax, belə bir qardırobumuz var. Artıq balon, banka nə var? Yığ içinə. Burada bir sklat var. Burada nə qəşəng var? Turşular. Turşuları bu səpsərin qalacaq. Gəlin bura. Dostlar, əviz yumağa krantımız. Bax, belə bir krant yeri var. Qəşəng. Gəlin bura. Çöl üçün addenlə. Burada işıqlar ya. Nəsə söndürək, sonra qalarıq belə. Hamam addenli, dostlar, hamam addenli. Da işığı hardan yandı bilmədim. Ha, buradadır ya. Bu da ayaq yolusu addenli. Gördüyünüz kimi. Yəni ayaq yolu, hamam addenli. Gəlin bura. Bunlar yatınıza gələr Ayşə xanım. Bəli, mən xalamda. Dolabları. Bəli, hal-hazırda xalamda qalır hətta. Hələ. Yəni özü üçün özü işləyir. Maşallah. Gəlin bura dostlar. Gəlin bura. Evimizin bura belə bir koridor hissəsidir. Bura bir koridor hissəsidir. Addenli koridor ayrılıbdır. Burada da bizim addenli bağımız var dostlar. Gəlin bura. Bağcı buradadır. Toyuqlar. Bax, toyuqlar buradadılar. Dostlar, toyuqları görürsünüz. Xoruzlar, toyuqlar verin mənə Ayşə xanım. Bir də həmən bunları qoy izləyicilərimiz görsünlər. Baxın. Bax, toyuqçuzu ad... Snaperlədim ya promoyonları. Həyətdə nə ağacı desəm var. Nar ağacı.
əncir ağacı, tut ağacı, nə bilim, qoz ağacı. Sonra bu nədir? Badam ağacı. Üstündə də hamısı meyvələri var, ha, badam. 2 dənə badam ağacı var. Həm şirin badamdır, həm də acı badamdır. Bunu biləndə acı badam dərman olur ümumiyyətlə. Bunu bilənlər bilir. Toyuqlara, xoruzlara bax hələ yekə-yekə. Rəsmən adamı yeyərlər. Gəlin bura. Əncirlər də Adam onları yeməsin, onlar adam yeməsin. o diri onlar yer, öləndən sonra da bir. Gəlin bura. Burada əncirlər var. Hamısı bunların Novxanı əncirləridir. Nardaran, Novxanı. Bax buranın əncirləri Bakı ənciri kimi əncir yoxdur da. Bu dünyada Bakını Bizim məşhur Maçdağı əncili. mən Nardaran əncirini daha çox sevirəm. Çünki ona qızıl əncir deyirlər. Nardaran əncirinə qızıl əncir deyirlər. Rəngi sarı balaca olur. Elə bir ki, bir qızıldır da. Gəlin bura dostlar. Hələ bu evin şeydir, fermasıdır. İstəyirsən qoyun cüzə saxla. İstəyirsən bu da evyəsi toyuq cüzə saxla. Burada garajımız var. Çöldən garaj var idi. Hə, yumurtaları göstərsən Allah. Yumurtalara baxın dostlar. Yumurtalar. İsti. Hə, gəl həyətindən götür. Ye geçsin. Bax, yumurta özləri yumurtalayıb. Bax, məcbur yumurtalanmayıb da. Gəlin bura. Hələ burada da var idi deyəsən. Yox, buradakı yoxdur, götürüblər. Toyuqdur da harda gəldi oturub qaqıldayır. Burada bir dənə əlavə garaj yeridir. Həmin o çöldən baxdığımız garajın yeridir. Bax görürsünüz, bura ayrı, ora ayrı. Burada da ki, toyuqçucanın saxlanma yeridir dostlar. Bax bu hissədə. Daha ora girmirəm. Bax əsas odur nəyimiz var. Hər gün özümü öldürürəm. Bax hər gün. Aha. Hər gün oxa girdim. Nəsə, hər gün bax ev yumurtaları, ev yumurtası, həyat yumurtası var. Gəlirsən, buradan gündə 10 dənə, 15 dənə götürürsən, aparsan evdə yeyirsən. Su. Bu qədər basit. Gəl indi evin içinə keçək. Buyurun, mən verim bunu sizə. Hə. Başlayın təqdimata. Ya Allah, ya Əbəlfəs, ya Həsən, ya Hüseyn. Deyək gedək inşallah. Ya Allahın adı. Başda da ya Allahın adını deyirəm, ha. Gəlin bura. Bağı bağçası qəşək. Və bir dənə də girəm bağa bağçaya. Tam ətraflı görən. Ya Allah, bax, bağa bağçaya baxın. Toyuqlar, cüzələr hamısı orada. Burada ək becər də dostlar, ək becər. Allah şahidim olsun. Üzümlərinə baxın hələ. Bu qoz ağacıdır. Üstündə də qozları gətiribdir. Qoz ağacıdır bu. Burada da, bu da toyuqlara, cüzələrə baxın. Xoruza bax hələ. Bəh. Budur bax, həyat budur. Həyat budur dostlar, həyat budur. Alırsan, əkirsən, becərsən. Yaşamaq istəyirsənsə belə yaşa. Valla. Heç görübsüz, varlı insanlar geçsin bina evində qalsın, yox. Hamısı həyat evində yaşayırlar. Niyə? Çünki həyat evindədir. Vallahi kasıb adamların işidir mənə gəlir bina evində yaşamaq. Yəni mənim fikrimdə özümə məxsus fikirdir. Heç kimə aidiyyatım yoxdur. Yəni elə varlı kasıbdan söhbət getmir. Ha, cibin pulundan, parasından söhbət getmir. Qəlb varlılığından söhbət gedir. Həyatı zəngin görmək mənasından gedir. Yəni bu dünyanı doya-doya yaşamaq mənasından gedir. Belə bir zənginlikdən söhbət eləyirəm. Puldan söhbət eləmirəm. Pul gəldi, gedərdi. Bir gün birin çox olar, bir gün birin olmaz. Bir gün birin az olar, bir gün birin çox olar. Allah hər an özünün öz çəkisinə görə, qüvvəsinə görə ruzusun, nemətin yetirir. Dünya malı onsuz dünyada qalacaq. Fani həyatdır. Kim nə apar ki bu dünyadan? Heç kim. Baxın, duasına kimi qapısında var. Burada da belə soğan zad qoymağa. Evin dörd bir tərəfi dostlar qoşadaşdır. Burada balkon hissəsidir. Burada da stol qoy, qəşəng otur elə. Ləzzətli, səliqəli. Evin hər yerini çəkəcəm baxın. Dostlar, keçək evin içinə. Allah, Məhəmməd, ya Əli. Evin bura koridoru. Dostlar, bax, giriş hissəsi koridor. Geniş, iri bir koridordur dostlar. Səliqəli, geniş, iri koridordur. Qapıları təmiz taxta qapılardır. Təmiz taxta qapılardır. Və ayaq yolusuna girəndə dostlar, bax, belə bir moydadırı. Addelnidir. Ayaq yolu addelnidir. Hamam addelnidir. Baxın dostlar. Bura hamamı addelni.
Duşu, muşu, her şey var. Burada ayak yolusudur, addelne dostlar. Yani şeylə deyil, qarışıq deyil, addelne. Yani tuvaletdə oturan, hamamda oturan görmür. Burada dama çıxış yeridir. Dostlar, bunun ikinci mərtəbəsində mansard elə. İkinci mərtəbəsində mansard elə. Bax, belə bir vəziyyət var. Bu biləkəni də buradan ona görə çıxardıblar ki, bu balkon hissəsinə. Buradan gələcəyini ikinci mərtəbəyə mansard eləmək üçün. İndi alan adamlar özləri biləcəklər nə etmək lazım olduğunu. Bura evimizin bir zalı. Dostlar, bax, giriş hissəsində addelini bir zal. Bura bir zaldır. Əyləşin ay anam, əyləşin, narahat olmayın. Bura bir zalımızdır dostlar. Eləyəcəm anamız düşməsin kameraya. Bax, bura mətbəximizdir dostlar. Bax, bura mətbəximizdir, gördüyünüz kimi. Bu tərəfdən keçim, göstərim. Bir düşmək istəmir. Bax, burada belə oturmaq üçün belə bir divan kresto yerimizdir. Qəşəng də evdir, səliqəli. Radiatorlarına qədər hamısı var. Bax dostlar, belə bir ev. Mükəmməl. Elə oturub bibi bu dəqiqənin özündə çay qabağında televizora baxır. Gəlin oturun siz də beləsinə həyatınızı yaşayın inşallah. Qəşəng də mebel. Özdə mebeldəki töhmə mərmərdir. Bəli anam. Yenə gəlin toyuq saxlayır. Bənəvə. Bunun həyatın ləzzəti başqadır, yəni qurban olum. Vallahi mən həftəyə 100 dənə yumurta satıram. Nə danışır? Vallahi. Allah haqqı. Allah haqqı. Özü yumurtaların da idi ha maşallah. Çiçək kimi yumurtalardı. Üstündə bir dənə şey yox idi. Ləkə yox idi. Gül kimi. Prosta ağrıyıram, təmizləyə bilmirəm. Allah şəfa versin anam. Allah sənin köməyin olsun. Sağ ol. Vallahi mən bilmirdim. Elə mən gəlib özüm də səndən yumurtalaram. Saatin nə qəşəngdir. Maşallah. Əl işidir bu. Qız verir orada yeydi. Saat özümüzün gün qalıb orada. Can ana, can. Çocuq gələndə hamısı xarab, hər şeyimiz xarab oldu. Vay vay vay. Allah özü kömək olsun inşallah. Dostlar, bax, demək olar, bəzi əşyalar evin içində qalacaq, bəziləri. Bəzilərində götürəcək. Onu indi ev yiyəsi ilə özünüz danışarsınız. Nə qalacaq, nə gedəcək, nə qalacaq. Mən evi reklam edirəm. Sadəcə mənim işim ev reklam eləməkdir. Amma əşyalardan da dedi ki, bəzilərini saxlayacağım. Çünki gedəcəyim yerdə o qədər böyük ev deyil, bu qədər. Ona görə söyləyə bilmirəm. Bax, bura bir zalı, mətbəx oradaydı. Bura ikinci zalı dostlar. Bura ikinci zalıdır. İkinci zalı gördüyünüz kimi. Sonra qoy zalları göstərim, sonra yataq otaqlarını göstərim. İkinci zalı gördüyünüz. Maşallah denən. Orta hamısı peregorotkalar, hamısı qoşadaşda. Ortaların hamısı qoşadaşda. Bu da üçüncü zalımız. Dostlar, bax, burada üçüncü zalımız. Zaldan maşallah boluq. Zal söhbəti bu evdə elə hərə baxırsan zaldır. Özdə zal kimi də remont olunub da, yəni evə girəndə zal deyir ki, mən zalam. Yəni burası var. Qonaq otağı. Qonaq otağı, orada qonaq otağı, iki dənə də var belə bir yataq otağı. Aha, bunlar da deyir ki, mən yataq otağıyam da bundan o tərəfə nə desən? Kukula kimi ev, gözəl ev. Aha, burada digər yataq otağı. İşıqlar da yanır, hamısı hazır. Dostlar, real alıcılar. Əlaqə nömrəmiz səhifədə var, qeydə alınıbdır. Evin qiyməti qeydə alınıbdır. Real alıcısına yerində danışmaq lazımdır. Yəqin cüzi indirim olunacaq. Ətraflı məlumat üçün zəng elə. Gəl valla evə yerində bax. Yoruldum mən də danışmaqdan, siz baxmaqdan, mən də danışmaqdan. Allah xeyir versin. Dədə baba saatlərdən. Din 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 din. Qəşəng. Nəsə Allah hər kəsin xeyrini versin dostlar. Gəlin belə ev axtaranlar məncə qaçırtmasınlar. Allah şahidim olsun ki, baba elə sənə qartal kimi bu evin aurası var. Allah xeyir versin inşallah. Amin.